Bakıda Dövlət Bayrağı meydanı yaxınlığında müğənni Vlad Axundovanın ölümünə nəticələnən yol qəzası ilə bağlı məhkəmə prosesi başa çatıb. Təqsirləndirilən 2002-ci il təvəllüdlü Seyfulla Mehdizadə bildirib ki, gecə növbəsində sürücü işləyib, daha sonra taksi fəaliyyəti göstərib və hadisə zamanı sükan arxasında yorğunluqdan yuxuya gedib. Onun iş rejimi gecə saat 00:00-dan gündüz 12:00-dək olub. Zərərçəkmişin anası məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, şikayət və tələbinin olmadığını bildirib, həmçinin iclasın onun iştirakı olmadan keçirilməsini xahiş edib. Şahid Sadiq İsaqovun sözlərinə görə Vlad Axundovu onun idarə etdiyi Toyota'dan düşdükdən sonra qapını bağlamağa çalışarkən arxadan gələn Hyundai Elantra avtomobili maşına çırpılıb. Nəticədə 1908-ci il təvəllüdlü Axundova hadisə yerində ölüb. Digər sərnişin 1997-ci il təvəllüdlü Bahar Məcidova isə xəsarət alıb. Məhkəmənin qərarı ilə Seyfulla Mehdizadə 3 il müddətinə azadlıqdan məhrum edilib və cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək. Qeyd edək ki, Vlad Axundova vaxtilə Səs Azərbaycan yarışmasının iştirakçısı olub.